Bağışlayan və mehriban Allahın adı ilə salamlayıram hər birinizi, dəyərli tamaşaçılar. Xoş gördük. İslamda övlad tərbiyəsi mövzusunda bəhs edirdik ki, məhz bu mövzuda ötən dəfələrdə biz şadlıq bəhsindən danışdıq ki, şadlıq mövzusu nə qədər tərbiyədə əhəmiyyətlidir. Tərbiyədə əhəmiyyətli olan digər bir mövzu barəsində qeyd etmək istəyirəm, hansı ki, valideynlər çox zaman bu məsələlərə diqqət yetirmir. Biz insanlar ümumilikdə ən böyük səhvlərimizdən biri budur ki, müəyyən bir nöqtəyə fikrimizi fokusladığımız zaman, cəmlədiyimiz zaman digər nöqtəni unuduruq. Yəni özümüzü hərtərəfli inkişaf etdirmirik. Bir tərəfli inkişafa daha çox üstünlük veririk. Lakin tərbiyə mövzusunda da ehtiyac mövzusu önəmli mövzulardan biridir ki, ehtiyac məsələsində də valideynlər məhz bir tərəfli diqqət yetirirlər. Halbuki övladın tərbiyəsində, övladın inkişafında ən təsir edici şeylərdən biri onun hərtərəfli ehtiyaclarını nəzərə almaqdır. Bəzən biz övladlarımızın ehtiyaclarına yalnız bir nöqteyi nəzərdən yanaşırıq deyə onları bir çox şeylərdən məhrum edirik. Qadağalar qoyuruq, maneələr törədirik və övladımız çox belə pis əhval-ruhiyyədə böyüyür və naümid bir şəxsiyyətə sahib olur. Bu yüzden də çox diqqət yetirmək lazımdır ki, övladımızın hərtərəfli ödənilməsi lazım olan ehtiyaclarını yerində və zamanında ödəyək. Əlbəttə, bu ehtiyaclar gərək yerində, mövqeyiyyətində və zamanında olsun və miqdarında olsun. Ehtiyaclara diqqət yetirdiyimiz zaman əvvəl bir neçə nöqtəni qeyd edim ki, əgər ehtiyaclar ödənməsə, məhz övlad yaşı inkişaf etsə də, hətta buluğa yetişsə, böyük bir şəxsiyyət olsa da, o hər hansı bir ödənmədiyi ehtiyaclarında ilişib qalacaq. Yəni, digər mərhələlərə keçə bilməyəcək, keçid ala bilməyəcək. Biz bir çox insanlar görə bilərik ki, uşaqlığından pis xatirələri olduğu üçün hər nə qədər böyüsə də, içində sanki həmin o uşaq qalıb ki, keçmişində hansısa ehtiyacları ödənməyibdir və o ona ali məqamlara yetişmək üçün, inkişaf etmək üçün mane olur. Bəs deməli, ehtiyacların ödənməməsi şəxsiyyətin inkişafına, insanın ruhunun inkişafına, ali məqamlara çatmasına mane olur və insan hər hansı bir mərhələdə ilişib qalır, psixoloji problemlər yaşayır. İkinci nöqtə budur ki, istirab özü ehtiyacların ödənməsinə maneədir. Yəni, davamlı hər hansı bir övladı valideyn təhdid edərsə, səni atıb gedəcəm, səni tək qalacaqsan, filan bu kimi təhdidlərlə yanaşarsa, hətta onun ehtiyacları ödənsə belə, o qorxu içində olacaq və hansısa bir ehtiyaclarında ilişib qalacaq, yəni üzərində sabit qalacaq, inkişaf edə bilməyəcək. Halbuki ehtiyaclar zamanında, mövqeyiyyətində və miqdarında ödənməlidir ki, insan digər mərhələlərə keçsin və ruhunu və mənəviyyatını, şəxsiyyətini inkişaf elətdirə bilsin. Üçüncü nöqtə budur ki, ifrat dərəcədə ehtiyacların ödənməsi də insanın şəxsiyyətinin inkişafına, tərbiyəsinə maneədir. Əgər hər hansı bir övladın ehtiyacları davamlı və həddindən artıq ödənərsə, məsələn, davamlı ana qoruyur öz övladını, onu tənha qoymur, heç bir yerdə tənha qoymur, davamlı onu müdafiə edir. Əgər belə olsa, övlad həmin o ödənən ehtiyaclarda qalacaq, tələbi daha da artacaq, daha da çoxalacaq və özünü tək başına müdafiə edə bilməyəcək, tək başına sıxıntıların öhdəsindən gələ bilməyəcək və bu da böyük problemlərin yaranmasına səbəb olacaq. Lakin qayıdaq ehtiyaclara. İnsanın, yəni kiçik yaşlarından bir çox ehtiyacları var ki, bunları bir neçə hissəyə bölüblər. Birinci, gündəlik insanların adi olan ehtiyaclarıdır. Yəni, həyatın tələb etdiyi ehtiyaclardır. Yemək ehtiyacı, qida ehtiyacı, yuxu ehtiyacı kimi və yaxud hamama getmək, təmizlik ehtiyacı, nəzafət ehtiyacı, geyimə olan ehtiyacı. Bütün bu ehtiyaclar gündəlik həyatın tələb etdiyi ehtiyaclardır ki, çox halda valideynlər bu ehtiyaclara çox önəm verir. Lakin digər ehtiyacları isə gözdən kənara atırlar. Digər ehtiyaclar isə hissiyyat baxımından övladın
insanın ehtiyaclarıdır. Hissiyyat baxımından olan ehtiyaclar hansı ehtiyaclardır? Məsələn, uşağın bir şəxsiyyət olaraq valideyn tərəfindən qəbul edilməsi, qəbullanmaq. Yəni valideyn öz övladını bir şəxsiyyət olaraq qəbul etsin. Bu bir. Digər hissiyyat baxımından digər ehtiyaclar var ki, məsələn, məhəbbət ehtiyacı, ehtirama olan ehtiyac ki, baxmayaraq ki, kiçik insandır, onun da ehtirama ehtiyacı var. Təhsinə, yəni tərifə olan ehtiyacı, məsələn, övladlara tez-tez əhsən deməyə, təşəkkür deməyə, tərif deməyə ehtiyacları var. Və bunun kimi qayğıya qalmaq ehtiyacı, ağlamaq, şadlıq kimi, şənlənmək kimi olan ehtiyacları var ki, bəzən valideynlər bunlara diqqət yetirmirlər ki, bəzən məsələn övladın ağlamağa ehtiyacı olur, göz yaşı axıtmağa ehtiyacı olur, bəzən şənlənməyə ehtiyacı olur və bəzən məsələn təriflərə ehtiyacı olur və yaxud qayğıya ehtiyacı olur ki, bunlar hissiyyat baxımından olan ehtiyaclardır ki, valideynlər gərək diqqətli olsun ki, hər tərəfli bu ehtiyacları ödəməyə çalışsınlar və normal qəbul etsinlər. Və psixoloji baxımdan insanın ehtiyacları var. Yəni, kiçik yaşlarından hər bir insanın psixoloji baxımdan ehtiyacları var ki, bunlar zamanında və mövqeyyətində ödənməlidir. Psixoloji baxımdan olan ehtiyaclar hansı ehtiyaclardır? İnsanın himayə olunması, yaşadığı mühitin əmniyyətli olması, yəni təhlükədən uzaq əmniyyət hissinin olması, müvəffəqiyyət hissi, bəzən izzət-i nəfs, yəni özünü sındırmamaq, özünü alçaltmamaq, yəni aşağı bilməmək kimi hissləri olan ehtiyacı var. Özünü göstərmə hissinə ehtiyacı var. Yəni özünü göstərmə kimi psixoloji bəzi şeylərə ehtiyacı var ki, uşaq bəzən bu hallarda düzgün ehtiyac ödənmir deyə gələcəkdə hansısa rəzil sifətlərə səbəb olur. Yəni əxlaqi cəhətdən rəzilət sifətlərinə səbəb olur. Özünə etimad hissi psixoloji cəhətdən ehtiyaclardandır ki, biz gərək uşağımızın, övladımızın şəxsiyyətini davamlı sındırmayaq ki, özünə etimadı olsun ki, sabah hər hansı istedadı olsa düzgün şəkildə istifadə edə bilsin. Maraq ehtiyacı psixoloji cəhətdən ehtiyacdır və ruhi təmizlik və saflıq insanın psixoloji cəhətdən olan ehtiyaclarıdır. Maraq barəsində mən bir nöqtəni qeyd etmək istəyirəm ki, məsələn, uşaqlar müəyyən bir həddə çatdıqları zaman psixoloji cəhətdən cinsi fərqi bilmək istəyirlər və hətta ola bilər ki, bu yaş dönəmində digər, yəni əks cinsin, məsələn, qızlar oğlan və oğlanlar qız cinsinin fərqini bilmək istəsinlər. Bu zaman bir-birlərinin paltarlarına, hətta bədənlərinə baxmaq ehtimalı çoxdur. Valideyn bu anda şiddətdən istifadə etmək əvəzinə, yəni ona izah verməli və normal qarşılamalıdır bu məsələləri. Və maraq dairəsini ödəməyə çalışmalıdır onun yaş həddində olan izahlarla. Və ictimai ehtiyaclar var. İctimai ehtiyaclar, məsələn, kiminləsə söhbət etmək ehtiyacı, insanların arasında olmaq, qohumlarla əlaqədə olmaq, dosta olan ehtiyac, həmdərd olmaq kimlənsə fikirlərini bölüşmək. Bunlar hamısı insanın ictimai olan ehtiyaclarıdır ki, bəzən valideynlər buna o qədər qadağa qoyurlar ki, yəni insan yaş həddinin artmasına baxmayaraq, həddi buluğa yetişməsinə, hətta bəzən 20, 25, 30 yaşında olmasına baxmayaraq insanlarla rabitə qura bilmir. Tək başına hansısa bir məkana gedib öz işlərini həll edə bilmir. Çünki ictimai ehtiyacları zamanında düzgün şəkildə ödənməyib. Digər məsələ isə inkişafın müxtəlif sahələri barəsindədir. Məxsusən də insanın ali məqamlara doğru addımlaması ehtiyacı. Məsələn, hər bir insanın mənəvi cəhətdən ehtiyacları var. Ali məqamlara çatmaq üçün mənəvi cəhətdən bəzi ehtiyacları var. Məsələn, insanın ibadətə olan ehtiyacı, insanın bəndəçiliyə olan ehtiyacı, duaya olan ehtiyacı, hansısa ayinlərə olan ehtiyacı bu kimi yəni ehtiyacların sırasındadır. Valideynlər çox halda yəni gündəlik həyatın tələblərinə uyğun olan ehtiyaclara əhəmiyyət verirlər. Məsələn, təhsilə, yuxuya, nəzafətə, onun qidalanmasına diqqət yetirirlər. Lakin onun gündəlik ehtiyaclarından əlavə hissiyatına olan ehtiyaclarına diqqət yetirmirlər. Məsələn,
hansısa bir qız uşağı və yaxud da oğlan uşağı öz xatirələrini yazır dəftərinə. Valideynlər buna məsələn anlamırlar, hisiyyat baxımından onun ehtiyaclarını, psixoloji baxımdan ehtiyaclarını dərk etmirlər deyə başlayırlar bununla müxalif hərəkətlər etməyə və bəzən dəftərini paralayıb atırlar. Bununla bir çox, yəni hörmətsizliklər baş verir ki, övlad özünə etimadı itirir, hissləri tam doğru və düzgün yerində ödənmir. Halbuki valideyn bu kimi şiddət göstərmək əvəzinə daha çox yönləndirməli və nəzarət etməlidir. Yəni nəzarət xarakterli davranmalıdır və hətta bəzi yerlərdə onun hissiyatlarının ödənməsinə, psixoloji cəhətdən ödənməsinə dəstək olmalıdır və kömək olmalıdır. Və ictimai övladını özü dost qazanmağa kömək etməlidir və çalışmalıdır ki, onu həm də mənəvi cəhətdən ali məqamlara yetişməsi üçün dua ilə, Quran tilavəti ilə, məsələn, ibadi məsələlərlə tanış etsin. Bəs deməli, övladlarımızın bir çox ehtiyacları var ki, tərbiyəçilər bütün bu ehtiyaclara hər tərəfli yanaşmalı və inkişafı üçün çalışmalı və ödəməlidirlər ki, həmin ehtiyacların üzərindən insan aralansın, keçsin və digər etaplara daxil olsun ki, öz şəxsiyyətini və ruhiyyəsini inkişaf etdirə bilsin. Bugünlük də mövzumuz burada sona yetişir. Gələn dəfə yeni bir bəhslə sizinlə görüşmək ümidi ilə sağ olun, Allaha əmanət olun.